Herkese salam, kanalıma xoş gəlmisiniz. Aymanın həyat yoldaşı qızı ilə birlikdə Aymaya 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib. Həmin görüntülər izləyicilər tərəfindən maraqla qarşılanıb. Kim deyirdi ki, Aypa romantik deyil kamerayı? Baxın, mən gətirib ki, gedək arvada gül alaq. O da yetməmiş kimi tazikdə gül qəşəng görsənsin. Gedək daimi təbrik elə. Görsünüz. Yaşın nə fərqi var ki, sevirəm gülüm. Mən getdi ki, qəşəng buket bağlatdıq. Ara yerində bizə ilənmiş gül soxurdular, dava saldıq. Yaxşısını verdilər. Сегодня 7 марта. Папа решил, пока есть в наличии красивые цветы, сегодня порадовать маму. Потому что в прошлом году на 8 марта съездили, нечего было выбрать. Все магазины были пустые. Но сегодня выбор был огромный, да, и купили очень красивые цветы, не скажу какие. Вот. Сейчас пойдем маму поздравлять. Купили такой вазу тоже красивую, чтобы, потому что розы большие. Но больше тех, самый длинный папа дарил 120 сантиметров, огроменный, или 150 сантиметров, 150. Да, сегодня таких наличий нет, все раскупили. Вот, сейчас пойдем мамочку поздравлять. Вот такой букет сейчас папа ей подарит, у нее будет шок. Как ты думаешь, бабушке понравится букет из мяса? Mama, səni bu gün güllər nə tər şoka salacaqsa, həyatının şokunu, Anur не рассказывает, şokunu yaşayacaksın. Она мне же сказала, где-то белая, середина красная. Ya. Я услышала. Ya. Mama, как думаешь, это что за сюрприз, что səni şoka sala bilər? Bəzənib oturubdu. Mama, bu il yetimcə başını oynatacaq elə. Dedince dedik ben de elini tutacağım. Aypa gözləyir, Aypa bəzənir ələni. Kastumca giyinəcək kişi. I love you, yati belublu. Atam mamamı təbrik eləmək üçün modini. Baxın, gör nə tər hazırlaşır. Ən gözəl mən hazırlaşmışam. Nəni elə sürpriz eləyəcək ki, həyatının şokunu o 150 santimetrlik güllə yaşamayacaq. Aypa, bir Aypa kimi səni sevənlərə rus dilində təbrik elə. Həm öz dilimizdə, həm rus dilində. Bütün qadınlara saçlı notlarımla təbrik edirəm. Все женщины поздравляются 8 марта. Всем желаю удачи. Спасибо всем. Всем желаем любви, счастья и побольше мужчин, как мой папа. Наступающим праздником всех женщин. Всем спасибо. Ayma, bu da mənim saat 8 8 mart padarkam. Sağ ol, sağ ol. Такие птички. Ay Allah ne güzel. Bu nədir belə? 8 Mart'ta belə hədiyyə mi olur ay Aynur? Ay maşdan ha. Nədir bunlar? У нас же праздник скоро Novruz bayramı. Ay, qıyarış gətirmədim mən Bakıdan. А я тебя заказала, я хочу, чтобы в этом году у нас stolumuz qəşəng olsun. Bak. Buna bax. Nakleykalara bak. Yumurtalarımız Buna bax, hayır. adət ənəni ilə olacaq. Hə, ay Nə gözəl. gözəl, nə qaysı lazım. Oy, nə yaxşıdırlar. Super. Keçəl, çosa. Sən cırma. Vav, krasiv. Özgə görək nə var. Nə yaxşıdırlar. Superdir. Bu nədir belə? Bu da şamlar. 4 dənə şam, 4 dənə ptiçka. Bu nədir belə? O nədir? Bu nədir belə? Nədir o? Ay, bu da çıkı şamlar. Ay, nə gözəl. Vay, 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 nə Bu il gözəl. xonça. Görsünüz. İndi ay mama deyirlər ki, adətən nənəmizi, nəvələrinizə, uşaqlarınızı göstərmək lazım. İndi yumurta eləyib adətən nənəmizi, keçəlimizi Öz şəkillərimiz. heç bilmir ki, bizim uşaq keçəl nədir. Əzlərim, siz də Ursetdə если живете, хотите uşaqlarınıza adətən nənəmizi göstərmək, siz də zakaz verin bunları. Hamısı Valberisdə var. Ay, şamlar. Görsən, hər şey, nə istəyirsən var. Valberisdən
Qəşəng zakazlayın qızlar, sizə də gözəl belə İndi qəşəng yumurtalarımızın üstünə eləyəcəyik. Görürsüz nə Novruz gözəl. bayramı. Amma siz əvvəlcədən sifariş verin, bal versin. Neçə günə gəldi aypədən? 2 günə mi? 2 günə gəl. hə. Əzlərim zakaz verin. Biz də indi yumurtalarımızın Nə gözəl şamlardır. üstünü bəzəyəcəyik. Buna bax, üstündə də Novruz şəkli. Ağ yumurta almaq lazım, üstünü Təşəkkür bəzəyək. edirəm, var ol. Hə, xırda yumurta. Gedim yumurta alayım gelin. Sonra yumurta tapın. Super. Görsünüz qızlar. Qərib stolunuzda belə gözəl Bunu quşlar, səmənlərin üstünə belə Hə. qoyacağam. Şamları belə. Keçən il şamlarımız. aldığımız o şey var ya, qəşəng onu düzəldək. Hər Qızlar şey var baxın, qızlar. Novruz bayramınız mübarək. Alın stolunuzu qəşəng bəzəyin, şəkilli çəkin, qohumlar da desin ki, görən hardan alıblar bunu. Özdə bu dəqiqə qəşəng indirim var, artikulunu qoyacağam sizin üçün. Az o şamdır. Görsən ay uşaq bilmir. Hə. Qərbdə Это yaşamağın будут minusu. зажигать, где у нас səməni будут, которые зелень. Papamın gözəlliyinə bax. Gözəllər, ay Вот gözəllər. такой будет у нас стол, вот такой. Bu il əsl Azərbaycan abu havası olacaq bizim stolumuzda da hər şeyimiz var. İnşallah xeyirliklə gəlsin bayram, Novruz bayramımız. Novruzla oruçluq bir günə düşür bu il. Gör nə gözəl təsadüf, nə gözəl günlər. Bu babanın qızlarıdır. Bu Anoradır, bu Alinadır, bu mənəm və Ayma hanı? Bu da Ayma. Ayet papa. Baba mənim ürəyim, baba mənim canımsan. Nənə mənim köməyim, damarımda qanımsan. Baba mənim ürəyim, baba mənim canımsan. Nəvə mənim köməyim, damarımda qanımsan. Посмотрите, какой мой папа стильный. Я вот на него смотрю. Bu günləri Aypanın bir sözü məndən aldım amma. Sən bəzənib qəşəng gələndə sən eşitməzsən, axsa xeyir eləmir. Aypa dedi ki, Ayma güllərdən də gözəl olub bu günləri. Sadi. Sadi. Çıldıqlar mazol olub onu eşitməkdən mənə interesin gələsidir ki. Deyirəm Aypa niyə belədir? Romantik kişi, romantik arvad kişi. Hər cüdə o mənə birinci dəfə desə, hə, deyirəm, va, şok, Sen şok, onda şok. bir defa içtirsen ya kızım. Sən birinci dəfə eşitsən. Deyir ki, mənim arvadım güllərdən Bu gözəldir. həmişə deyir ki, sən dünyanın ən gözəl xanımısan. Mən уже vərdiş eləmişəm. Allah elə bil ki, damat Buna merak gelmiyor. maraqlı gəlir. Yine paycım. Sən Aypaya nə deyirsən bə? Bu da dünyanın ən gözəl kişisidir. Biraz məni belə birdən nervləndirir, dalaşıram, xalq elə bilir ki, gün vermirəm. Amma bunu kimi kişiyi tapmaq olmur. Amma mən tapmışam, qədrini bilmirəm da. Amma deyən o sözləri sən hər gün eşitmirsən. Deyirəm, sən yaxşı kişisən, amma sənin qədrini bilmirəm. Gərək pisi görəsən ki, Allah eləməsin, yaxşının qədrini biləsən. Allah pis gözdən, bəd nəzərdən, bəd duadan. Tuz gətir. Sizde bir defa daha söz eşittim ondan. At otlasın, nit otlasın. Sənə deyənin gözü. Ay bu bütün dualar elədi. Elə yox. Elə qorxaq gülü deyə yenə qırdı. Bizim ailə budur bax əzizlərim. Görürsünüz, bax bizim ailə tərzimiz, həyat tərzimiz budur. Ay mama, Aypa ət aldı ki, axşama yaxşı yemək olsun. Başa düşdün? Azara düşdükdən indi. Elə gözün qorxar bax kişiyi. Üzərlik yandırır. Deyirəm, çox bunu tərifləyərəm, Allah eləməsin. Yola isə öz Ruscaq da tək eləyir, Ruslar da tanıyır. Bir də baxarsan, maşına basır. Deyir baş. Kaldırın nefesini tersin. Öldüm deyil. Hadi vəziyyət nədən? Bir saat burada durub. Benden gözden duruyor ya. Gözlemlerine basın öldürüyorum ya. Uy Aypa, Allah gülmək versin. Neyse baba, ciddi əynini dəyiş. Ayakkabıza bak, ayakkabıza Şey bak. demədin, danışıb anarı deyil. Yeri bilmirsen hala bir. Bilirsən o xodra? 5. riyad 11. Xətimi kəs eləyərəm yaxşında. 5-1-11. Gülməz son. Ay mama, Soyuq su batır. ata saygül alanda həmişə məndən gedir axı. Həmişə bir həyəcanlanır ki, gərək onu görəsən.
Bir söyle deyir ki en gözəlini verin, en yaxşısını Mən verin. ki, Hə. Sən ata. Mən də deyirəm ki, bayaq dedim ki, ay pa, biraz bahadır, axı 70 sent almış. Deyir qoy olsun. Mənim arvadım bir en gözəl güllərə layiqdir. Deyir, hə, deyirəm ay 25-dən deyir 51 dənə olsun Allaha. 51 dənə mi alır? Hə, bənə. Xılaşama yetim çapı dəqiqə. Elə həyacan yaşayırdı gəl güləsi. Ay. Belə baxıram sönürəm, elə bir mangaldılar gül Allaha. Mən də sənin maman qaldığına Hə, bənə. Sən seviləndə mən sevirəm. Onun üçün deyirlər ki, ana xoşbəxt olanda balalar da xoşbəxt olur. Allah ömrünüzün eləsin. Canı sağ olsun. Görsünüz. Çox qəşəng. Allah başını- Ay mama dava saldım orada da. Niyə? Danışım. Ələn video qutarı. Sən hər yedirsən dava düşürür. Ayma, demək dədəm ən bahalısını seçib 80 santimetr. Deyirəm qırmızı gül necə oldu? Baxıram ki ortasına qoymur. Deyir ki, şas palojum, şas palojum. Bir də başımı fırlayam ki, çürük qırmızı gül qoyubdu. Buraya. Allah haqqı nə tər dava saldı mağaza. Gedi varisini gətirir 60 santimetr. Bundan da bir belə balaca ilənibdi konkret. Dava saldı. Sonra deyirəm bu čo делаете? Mən deyirəm 80 santimetrın pulunu sağ verəm. Sən mənə yox, o da qoyun ətindən bişiribsən. Deyir ki şeydir. Čo deyir yoxdur. Deyirəm mən səndən gül aldım. Dedim ki bir dənə qırmızı lazım. Dava saldım. Administrator da baxdı ki, küçülü sanırım 100% tanıdılar. Gəldi təzə pakovkadan açdı verdi gülü. Hə? Deyirəm Atinya saç durursan deyir nə bilim. Deyirəm ayma tək qırmızı güldür deyirəm. Onu deyir nə tər çürümü verir. Görürsən mi? Gözü tökülsün. Nə tər acıqlandımsa. Gördünmü? Hə, öz də bizim millətin zəng elim jalı bıçıyım ay oğlan. Zəng Deyim eləyim. ki, nə bizi niyə belə loxluyur dişçilərin? De. Ayv olsun. Amma ən gözəl. Ayma, девушка deyildi, mальчик idi. Elə əsəbləşdi. Allah haqqı bir belə pul ver puçetal ilə, bir belə baha qiymətə. O da sən ilənmiş qırmızı gül. verəsəydin, Sən təsəvvür et, bu ağ güllər gözəl, içində də ilənmiş qırmızı gül. Sənin anan ölsün deyir. Buna bu ən gözəlini seçdim. Mamama ən gözəl güllər. Что хочешь? Огонь только праздник-то. Когда у нас праздник будет 21, пока нельзя. Birden spitki götürərsən o işi yandırırsan aman Allah. Deyir bunu yandırın deyir.